Hər vaxtınız xeyir olsun, əziz fermerlər. Mən Toğrul Əşimzadə, Aqrar Sığorta Fondunun əməkdaşıyam. Hal-hazırda Qax rayon Ağyazı kəndindəyik və arxa fonda gördüyünüz kimi fermerlərimiz artıq faizli əkinlərə start veriblər. Biz buradan bütün fermerlərə səslənmək istəyərik. Bu arxa fonda gördüyünüz taxılçılıq təsərrüfatı üçün 1 hektara ən azı 500, 600, 700 manat xərc çəkirsiniz. Aqrar Sığorta Fondunda buğda və arpa məhsullarınızın 1 hektar üçün sığorta haqqı cəmi 15-20 manat civarı tutub. Bu bölgələrə və baş verə biləcək risklərə görə dəyişir. Siz də çox gec olmadan 50% dövlət dəstəyi ilə öz təsərrüfatınızı sığorta altına alır. Aqrar Sığorta Fondu sizin təsərrüfatları dolu, fırtına, qasırğa, sel su basma, narmadan artıq yağan qar yağıntısı, don vurma, şaxta vurma, vəhşi heyvan hücumu, səllin buraxılan mal-qara, yanğın və bir çox risklərdən sığorta eləyə bilər. Sığorta müqaviləsi bağlamaq üçün 1651 çağrı mərkəzinə və ya Aqrar Sığorta Fondunun bölgədə yerləşən filiallarına müraciət edə bilərsiniz. Çox sağ olun, işlərinizi uğurlar.